9-cu sinif buraxılış imtahanına düşmüş mətnin izahına baxırıq. Yaxşıdan bağ qalar. Yaz günləri idi. Sultan Hüseyn sarayda yalqız qalmaqdan bezmişdi. Əlişir Nəvaidən də xəbər yox idi. Sultan Əlişirin söhbətindən feyziyab olmaq üçün onun evinə getməyi qərara aldı. Deməli, mətni necə işləyirsiniz? Bir abzası oxudunuz. Tam başa düşdünüz o abzası. Keçin növbəti abzasa. Başa düşmədinizsə, bir daha oxuyun həmin abzası. Sultan gəlib nə görsə yaxşıdır. Gördü ki, Əlişir öz bağında işləyir. Sultan Hüseyn atdan düşüb dostu ilə salamlaşdı. Yorulmayasan dostum, bu necə işdir? Sən sarayın şairlər məclisini buraxıb bağbanlıqla məşğulsan? Bu sualı verir. Sonra Əlişir dəsmalı ilə alnını, tərini silib Sultan Hüseynə dedi. Görək nə deyib. Sultanım, yazda ağac ək deyiblər. Bu gördüyün alma ağaclarının yanında 3-4 qoz ağacı da əkirəm. Dostum, qoca vaxtında bağ salmağın sənə nə faydası var? Sultan deyir bunu Əlişirə. Biz günümüzü görüb dövranımızı sürmüşük. Bu nə deməkdir? Biz günümüzü görüb dövranımızı sürmüşük. Yəni biz artıq qocalmışıq. Sultan deyir bunu. Bu qoz ağacları nə vaxt böyüyə, bar verə, sən də ondan yeyəsən. Qoca vaxtında bağda olan meyvələrlə kifayətlən. Otur bu ağacların kölgəsində qəzəlini yaz. Atalar deyiblər, yaxşıdan bağ qalar, yamandan dağ. Əlişir Nəvai deyir. Sultanım, mən bu ağacları özümə görə əkmirəm. Bir gün gələcək, bu ağaclar bar verəcək. Adamlar onun meyvələrindən yeyəndə, bu bağ Əlişirdən qalıb desələr, mənə bəsdir. Sultan Hüseyn Əlişirə afərin dedi. O, dostum, əkdiyin ağaclar elə indidən bar verdi, deyib Əlişirə bir kisə qızıl bağışladı. Sultanı hörmətlə yola saldıqdan sonra Əlişir oğlunu yanına çağırıb dedi. Bu qızıllardan yol boyu da ağaclar əkmək üçün istifadə edək. Oğlum, indi bu qızılları götür, bazara get, oradan yaxşı tinclər alıb gətir və ək. Hamısı sağlam olsun. Baxaq, tünd qara hərflərlə verilmiş söz hansı nümunədə eyni mənada işlənmişdir? Mətndə tünd qara hərflərlə verilmiş sözümüz hansıdır? Buraxıb. Bu necə işdir? Bu necə işdir? Sən sarayın şairlər məclisini buraxıb bağbanlıqla məşğulsan. Baxın, burada buraxmaq hansı mənaya gəlir? Yəni, başlı-başına qoyub getmək, başsız qoymaq, tərk etmək anlamında. Başlı-başına buraxıb gəlib burada bağbanlıqla məşğulsan. Başsız qoyub gəlib burada bağbanlıqla məşğulsan. Baxaq, o gördüyü yaxşı işlərlə həyatda iz buraxıb. İz buraxmaq frazeoloji birləşmədir. Burada iz qoymaq anlamındadır. Səhvdir. B qalsın. Belə zamanlarda itləri canavarın üstünə buraxardı. Burada buraxmaq, yəni ötürmək anlamındadır. İti canavarın üstünə buraxmaq, yəni bir növ yollamaq, ötürmək, bu anlama gəlib verir. Yəni üzərinə salmaq anlamına. Üzərinə deyir, iti canavarın üzərinə saldı, üzərinə buraxdı, salmaq anlamında. Deməli, bu mənanı da ifadə eləmir, C də səhvdir. Baxırıq digərinə. Müharibədən sonra əsirləri vətənlərinə buraxdılar. Burada icazə vermək, imkan vermək, azad etmək anlamında, getməsinə icazə vermək anlamındadır. Həyəcandan barmaqları boşaldı və əlindəki sükanı buraxdı. Burada əlini açmaq mənasında, yəni əlindən salmaq mənasında. Bu, başsız qoymaq anlamında deyil. Həqiqi mənada sükanı buraxıbdır, tutmamaq anlamındadır. Amma baxın, tutmamaq anlamı verir. Heyf ki, işi başlı-başına qoyub getmək olmur. Heyf ki, işi başlı-başına qoyub getmək olmur. Başlı-başına qoyub getmək, başsız qoyub getmək olmur. Tərk edib getmək olmur. Görürsünüz? Deməli, doğru cavab variantımız olur B variantı. İşi buraxmaq. Nəsə tutmuşdum, buraxasan. Görürsünüz, məcazi mənadadır həm də. Sonra, mətnin tərkib hissələrini genişləndirə bilməsinə görə uyğunluğu müəyyən edin. Gəlin, baxaq. Onun əlləri, üst-başı torpaq içində idi. Bu, Əlişir Nəvai ilə Sultan Hüseynin bağda danışığına aiddir. Əsas hissəyə aid. O da əsas hissədə olduğuna görə 2A. Sultan ailəsi ilə birlikdə deyildi bu nöqtə.
Deməli, giriş hissədə verir. B. Nökərlər, yəni ona görə təklikdən, yalqız qalmaqdan, yəni bezmişdi. Ona görə B-yə giriş hissəyə aid elədik. Əmr etdi ki, atını hazırlasınlar, qonaq gedir. Bu da giriş hissəyə aiddir. Vaxt gələr sənin də əkdiyin ağaclar insanlara fayda verər. Əlişir Nəvainin sonda nəsihət eləyir oğluna. Məsələn, onu nəsihət kimi götürə bilərik. Oğluna deyir, get ağac ək və bunu deyə bilər. D variantı nəticə. Əlişirin sözləri Sultanın təəccübünə səbəb oldu. Sultanla Əlişirin sözü nəticə hissədir, əsas hissədir. Ona görə Y. 1BC, 2AY, 3D. Cavab olur A variantı. Sonra mətnə əsasən hansı fikirlər Əlişir Nəvaiyə aid klasteri tamamlaya bilər? Gözü toxdur ki, Sultanın verdiyi pulu, məsələn, bir kisə qızıl verir də, düzdür, pul verir, qızıl verir. Bir kisə qızıl bağışlayır. Onu özü üçün xərcləmir də, deyir, ağacı alır ki, deməli, yol boyu əksin. Deməli, bundan da bir fayda toxunsun, kiməsə fayda versin. Bu anlamda bir düzdür. Sultandan çəkinmirdi. Niyə fikrinə aydın deyə bilir? Xudbin özünü düşünən adama deyilir. Bu özünü düşünmür, cəmaatı düşünür. Deyir, bunu özüm üçün əkmirəm ki, cəmaat üçün eləyir, özündən sonrakılar üçün eləyirəm ki, yeyəndə bir dəfə, yəni bunun faydasını görəndə bir dəfə desələr ki, Əlişirdən qalıb mənim bəsimdir. Xudbin özünü düşünən adamdır. Deməli, səhvdir. Başqalarını düşünür, bəli, ona görə məhz bu işlə məşğuldur. İstedadlı da hardan bilirik? Qəzəllə. Sultan orada deyir, məsələn, qəzəlini yaz sarayda. Otur bu ağacların kölgəsində və qəzəlini yaz. Təbii ki, aməm, qəzəl yazan adam istedadlı olur. Bəli, siz mən niyə yazmıram? Niyə yaza bilmirik? Çünki qəzəl yazmaq istedadımız yoxdur. 1, 4, 5. Doğru cavab Y variantıdır. Əvvəlinə rəqəm yazılmış hansı cümlələrdə bütün sözlər, burada düz istəyir də, hə, tamamlaya bilər. 1, 4, 5. Hansı cümlələrdə bütün sözlər həqiqi mənada işlənmişdir? Gəlin baxaq. Əlişir Nəvaidən də xəbər yox idi, həqiqi mənadadır. 2. Sultan Əlişirin söhbətindən feyziyab olmaq üçün onun evinə getməyi qərara aldı. Qərara almaq məcazi mənadadır. Əlişir dəsmalın alnının tərini silib Sultan Hüseynə dedi, həqiqi məna. Bu gördüyün alma ağacların yanında 3-4 qoz ağacı da əkirəm, həqiqi məna. Biz günümüzü görüb dövranımızı sürmüşük. Günü görüb dövranı sürmək, yəni dövran maşını da oturaq sürək, yox. Yəni qocalmışıq artıq. Bu anlama gəlir. Deməli məcazilik var. Doğru cavab 1, 3 və 4. 1, 3, 4. C variantı. Mətn əsasına müəyyən etmək mümkündür. Qoz ağacının gec məhsul verdiyini doğru fikirdir. Çünki burada deyir ki, bax, bu qoz ağacları nə vaxt böyüyə, bar verəsən də ondan yeyəsən. Yəni, gec bar verdiyini deyir də. Bu doğru fikirdir. 1. Xalqın Əlişirin qəzəllərini sevdiyini, bu haqda heç bir məlumat yoxdur. Sadəcə deyir, qəzəlini yaz. Fəaliyyəti sarayla bağlı olan söz sənətkarının olduğunu, bəli, saray şairdir ki, Sultan Gərdəyə ki, otur sarayında. Yəni, sarayda şairlər məclisindir, boş buraxmısan bu anlamda. Sultan Hüseynin ahıl yaşlarında olduğunu, bəli, deyir, biz günümüzü görüb dövranımızı sürmüşük. 1, 3, 4, 1, 3, 4, 5-ə baxaq, yol qırağında ağacların olmadığı. Bilmirik axı, ağac var yoxsa yoxdur. Sadəcə deyir ki, yol boyu ağac əkərik. İndi bağımızda 5-6 dənə ağac var. Deyirəm ki, gedək məsələn, ağac alaq gətirək, ağac əkək. Bu demək ki, bizim bağda ağac yoxdur. Var. Yəni sayın bilmirik. Varmı, yoxmu onu bilmirik. Ona görə 5 dəqiq deyə bilmərik. 5-i də çıxdıq. Cavab nə oldu? Baxaq. 1, 3, 4. 1, 3, 4. A variantı. Mətnə əsasən yanlış fikirləri müəyyən edin. 46-ya baxırıq. Əlişir susuz torpaqda bağ salmaq fikrindədir. Bu haqda məlumat verilməyib. Sultan Əlişirin şairlə məşğul olmamasını eşidib onu evinə yollanır. Şairliklə məşğul olmamasını eşitdiyi üçün yollanmır. Tək qaldığı üçün, tək qalmaqdan bezdiyi üçün yollanır. Yanlış fikir istəyir bizə zaten. Deməli, biri 1-dir, biri 2-dir. Sultan Hüseyin səxavətli idi. Səxavətli idi, bəli, bu düz fikirdir. Düzləri, səhvləri, aləmi qatdıq bir-birinə. Bu səhv, bu düz fikirdir. Hökmdar Əlişirin bağ salmağını heç vaxt təqdir etmir, əksinə ona qızıl da verir. Hökmdarın sarayda ünsiyyət quracağı heç kim yox idi, bəli, ona görə də yalqızlıqdan bezmişdi. 1, 2, 4. Səhvi istəyir bizdən. Ona görə 1, 2, 4. Y variantını götürəcəyik. Sonra 47. Səbəb nəticə əlaqəsinə əsasən uyğunsuzluğu müəyyən edin.
Əlişir inciyib şairlər məclisindən uzaqlaşır, bağ salmağa qərar verir. Biz bilmirik axı, inciyir, incimir. Belə bir şey yoxdur. Səhvdir. Uyğunsuzluğu istəyir bizdən. Səhv olduğuna görə götürəcəyik. Sonra Əlişir həyatda yaxşı işlərlə xatırlanmaq istəyir, ona görə deyir ağac əkir. Bu düz fikirdir. Çünki deyir ki, bir dəfə desələr ki, Əlişirdən qalıb bəsimdir deyir. Sultan Əlişirin yerinə məşğuliyyətindən xəbər tutur, Əlişirlə söhbət etməyə ehtiyac tutur. Yox, yeni məşğuliyyətindən xəbər tutmur, gedəndən sonra xəbər tutur. Deməli, səhv fikirdir. Sultan Əlişirə qızıl verir, daha çox ərazidə ağac əkmək üçün imkan yaranır, bəli. Bəs yol boyu ağaclar əkəcəkdi, nə hesabına? Sultanın verdiyi qızıl hesabına. Uyğunsuzluq dediyinə görə 1-3, uyğunluq olsaydı 2-4, 1-3 D variantı. İçini bir daha deyirəm, xatırlanmaq istədiyi üçün ağac əkir özündən sonralara. Deməli, daha çox ərazidə ağac əkmək üçün imkan nə üçün yaranır? Çünki Sultan qızıl vermişdi. İncidiyi haqqında məlumat yoxdur. Yeni məşğuliyyətindən də gedəndən sonra xəbər tutur. 1-3 D. 48. Mətnin plan bəndlərinin düzgün ardıcıllığını müəyyən edin. Gələcəyə inamlı baxış bu əsas hissədədir. Çünki Sultanla Əlişirin nitqində biz bunu görürük. Biri yazdım bura. Sultanın iradı, irad tutur Sultan ona. Ki, bəs sən şairlər məclisini buraxıb bura gəlirsən, ondan sonra git qəzəlini yaz. Ondan sonra da Əlişir deyir ki, yaxşıdan bağ qalar, yamandan dağ. Mən bu ağacları özümə görə əkmirəm. Başlayır, deməli, gələcəyə inamlı baxışını göstərməyə. Deməli, irad inamlı baxışdan əvvəldir. 2-1-dir. Daha sonra, atanın tapşırığı, oğluna deyir, get bunlara da tinc al. Deməli, bu sondadır, nəticə hissədədir. Sultanın verdiyi pula. Sonra, xoş söhbət istəyi, giriş hissədə danışmaq istəyirdi Sultan, amma heç kimi tapa bilməmişdi, yalqız qalmışdı. 4-ü yazdım bura. Sonra əməyi dəyərləndirmə. Bax, bu gedir atanın tapşırığı. Pul verir ki, qızılı verir ki, get tinci al. Ondan sonra da ondan əvvəl əmək dəyərləndir baxı. Burada Sultan əməyi dəyərləndirir, qızıl verir. Burada da oğlun göndərir, get qızıl al. 4-2-1, 5-3. B variantı. Sonra mətnə əsasən uyğun seçimi edin və fikrinizi əsaslandırın. Deyir ki, Əlişirin nitqindəki atalar sözü Sultan Hüseynin ədalətsizliyinə işarə edir. Baxın, Sultan Hüseynin ədalətsizliyinə işarə edir fikri səhvdir. Yanlışı seçirsiniz, fikrinizi necə əsaslandırarsınız? Bax, seçdiniz yanlışı. Çünki Sultan Hüseyin ədalətsiz deyildi, düzdür? Onun ədalətsizliyi haqqında məlumat yoxdur. Yazırsınız ki, Sultan Hüseyin ədalətsiz olsaydı, deməli, özü Əlişir Nəvainin ayağına gəlməzdi. Daha sonra ona qızıl verməzdi və ona deməzdi ki, sən əkdiyin ağaclar indidən bar verib. Hətta deyir, məsələn, ədalətsiz olsaydı Əlişir Nəvai ona hörmət etməzdi, amma deyir, onu hörmətlə yola salır. Yəni, fikir səhvdir, ədalətsizlik haqqında danışılmır, sadəcə gələcəyə yaxşı bir iz buraxmaq haqqında danışılır. Belə yazırsınız. Keçirik 50-ci suala. Altından xətt çəkilmiş sözün məcazi mənalı qarşılığını cümlədə işlədib yazın. Altından xətt çəkilmiş sözümüz hansıdır? Bezib. Deyir ki, yalqız qalmaqdan bezmişdi. Bezmək. Bunun məcazi mənada qarşılığını deyirsiniz. Siz buraya yaxşısı odur, frazeoloji birləşmə yazın. Deyirsiniz ki, cana gəlmişdi və ya cana sərgəsiz çıxdı. Yazaq. Cana gəlmişdi. Nə bilim, cana doymuşdu. Sonra təngə gəlmişdi. Təngə gəlmişdi. Başqa nə yaza bilərik? Boğaza yığılmışdı. Deyir ki, onun bu hərəkətlərindən boğaza yığılmışdım. Onun elədiklərindən cana gəlmişdim. Onun əməllərindən cana doymuşdum, təngə gəlmişdim. Mütləq bu yazdığınız ifadələrdən birində cümlədə işlədib yazmaq lazımdır.
Belə. Bu da oldu mətnimizin izahı.